Mən Vüsal Kəlbəcəri 18 kitab müəllifi, Qızıl Qələm mükafatçısı, bu gün Azərbaycan tənqidçi jurnalist, Azərbaycanımızın çox gözəl rayonu olan Daşkəsən rayonunda 1 mart 2026-cı ildə qarlı, buzlu, soğuqlu bir havada gözəl bir müəlliməni, gözəl bir anamızı sizlərə təqdim eləmək istəyirəm. Buyurun müəlliməni tanıyın. Adınız, soyadınız? Rızayeva Təranə Qurban qızı. Neçə ildir təhsil sahəsində çalışırsınız? 38 ildir. Hansı fəni tədris edirsiniz? Azərbaycan dili və ədəbiyyatı. Çox gözəl. Deyir, bir dövləti məhv eləmək üçün onun dilini almaq lazımdır. Azərbaycan dilimizin zənginlikləri, ədəbiyyatımızı, Nizami Gəncəvi, Füzulini kimi bizim tanınmışlarımızı, şagirdlərimizi aşılayan müəllimlərdən birisi. Sizə öz adımızdan dərin təşəkkür bildirirəm, minnətdarım bildirirəm. Hansı məktəbdə çalışırsınız müəllimə? Hazırda Güneyçən kənd tam orta məktəbində. Daşkəsən rayonu? Bəli, Daşkəsən rayonunun Güneyçən kənd Çox tam orta gözəl. məktəbində. Bu qədər ixtisasların içində siz nəyə görə ibtidai sinif seçdiniz müəllimə? Mən Azərbaycan dilini seçdiniz. Azərbaycan dili ədəbiyyatına mənim uşaq vaxtından güclü həvəsim olub. Mənim nənəm el adamı idi. Ata nənəm çox gözəl folklorşünas kimi bir adam idi. Ən çox mən onun nağıllarından, şeirlərindən, bayatılarından bəstələnmişəm. Elə gözümü açandan nənəmin qucağında evin kiçik uşağı olmuşam. Çox gözəl. Biz də sizə öz adımızdan dərin təşəkkür bildiririk. Çağdaş təhsil komandası olsun, sizi kimi insanlara fəxr edirik, qürur duyuruq. O gün olsun ki, inşallah biz sizin inşallah nəvələriniz üçün, övladlarınız üçün gərək gözəl çəkilişlər eləyək. Demək, siz də həyat yoldaşsınız. Adınız, soyadınız? Məmmədov Rıza Furudinoğlu. Siz də təhsil sahəsində çalışmısınız, yoxsa qeyri-sahədə? Yox, mən sənətim kronolojikdir mənim sənətim. Çox gözəl, gözəl sənətkarsınız. Həyat yoldaşınızdan nə arzuluyorsunuz? Nə deyə bilir? Necə ana, necə müəllimə, necə valideyn olubdur? Həyat yoldaşım yaxşı müəllimə olub, yaxşı ana olub. Və o cümlədən gözəl nənədir. Gözəl nənədir. Və gözəl müəllimə. İnşallah biz də Çağdaş Təhsil komandası olan mən Vüsal Kəlbəcəridə arzum odur ki, gələcəkdə inşallah müəllimə, bu jurnalistin işi nədir? Jurnalistin işi odur ki, ya mənfilər çəkməlidir, ya müsbətlər. Düzdür, 90% mən rəhbər şəxslərdən çoxundan tənqid çəkirəm. Amma bu günə biz müsbəti çəkməyə gəlmişik. Müsbəti bu günlərin biz adiyyətli olan orqanlar və cənab prezidentimizdən xahiş verəcəkdik ki, həqiqətən belə müəllimlər, əsl əməkdar müəllim, tərəqqi medalı, qabaqsız döyüşkənin adına kimi layiq müəllimlərdir. Ona görə müəllimə sizə öz adımızdan sağ ol deyirik. Dərin təşəkkürü bildirirəm. Siz ki müəllimlərdən biz fəxr edirik. Ondan əlavə demək Daşkəsən rayonunun hansı kəndidir bura? Güneyçən məktəbinin müəlliməsisiz. Adınız Təranə? Rızayeva Təranə Qurban qızı. Biz bilirik həm də ki, nələrsə yazırsınız. Bəli. Nə yazırsınız? Nələr yazırsınız? Kiçik hekayələrim var, nağıllarımız var, hətta Rızanın da nağılları var. Böyük oğlumuzun var, kitabı çıxıb 10 yaşında. Özümüz də, ikimiz də almanaqlarda, Gəncədə, hər ikiniz, qəzetlərdə, almanaqlarda, elə Şəmkirdə də şeirlərimiz, hekayələrimiz çıxıbdır. Çox gözəl. Biz də siz kimi insanlara fəxr edirik, qürur duyuruq. İnşallah vaxt olar bir dəfə sizin kitabınıza köməklik edər, sizin də kitabını çıxartdırarıq inşallah. Təşəkkürlər, minnətdarım. Sağ olun.